Bu Cəludinin hadisəsini eşitmişsiniz İmam Rıza əleyhissalamla bağlı. Harunun dönəmində hələ əmr eləmişdilər ki, getsin Əhl-i Beytin evini qarət eləsin. İmam Rızanın evinə gəlib çatdılar Mədinədə, deyir, daxil olmaq istədi içəri. Daxil olmaq istədi içəri. İmam dedi ki, içəri girmə, evimi qarət eləmə. Evdən nə var özüm gətirib verəcəm sənə. Evdən nə var özüm təqdim eləyəcəm. Deyir, dedi, yox, mən evi girib heç nə qoymayacam, hər şeyi qarət eləməliyəm evimizdən. Dedi ki, yox, xahiş edirəm ki, evdə naməhrəm var, qadın var, içəri daxil olma. Deyir, dayandı qapıda, dedi, yaxşı. Getdi, deyir, özü topladı, bütün nə var idi evində gətirdi, ona verdi, çıxdı, getdi. Dövran dəyişdi, axı bu, belə şeylərin də dövranı var da, bir gün sənləndir, sabah başqası iləndir. İndi Cəluda oldu bu xilafətə düşmən. Məmun gətirib indi Cəludini edam eləməyə. İmam Rıza da oturub vəliəhd kimi Məmunun yanında. Cəludini gətirdilər, dayanıb Məmunun qabağında. İmam Rıza əyildi, qulağına nəsə dedi Məmunun. Cəludi başladı qışqırmağa ki, səni and verirəm Aton Harunun qəbrinə ki, onun sözünə qulaq asma. Onun ürəyində mənə qarşı kim var? İmam Rızanı deyir. Kim var? Mən onun evini qarət eləmişəm Atozun əmri ilə filan, filan, filan. Onun dediyini eləmə, əksini elə. Deyir ki, Məmun baxdı, ay bədbəxt, ay biçarə, bilirsən nə istədi məndən? Deyirsən, gələn kimi qulağıma dedi ki, Cəludini mənə bağışla. Çünki o, mənim boynuma haqq qoyub. Qarət eləyib eləməyinə, amma mənə bu yaxşılığı da dəyib ki, evimə daxil olmayıb, qapıda dayanıb. Bu ehtiramın cavabı, onun evinə hücum eləyənin də ehtiramının cavabıdır ki, ona həyat bəxş elə. Deyir, amma özün istədin ki, dediyinin əksini eləyim, ona görə əksini eləyəcəm. Da özün xahiş elədin.